Quran-ı Kərimdə demək təsirli feillərin siyahısı, fəalə, yəfulu modeli üzrə olan feillər. Kəsə örtmək, zəqa dadmaq, rəcəli umid etmək, səmə cəza vermək, bələ sınamaq, tələ oxumaq, izləmək, tərəkə tərk etmək, bəsata artırmaq, bəssə yaymaq, əmərə bi əmr etmək, əkələ yemək, əxazə götürmək, zəqa dadmaq, zəkərə yada salmaq, məracə qovuşduran, nəsara min müdafiə etmək, naqada pozmaq, yəni əhdi pozmaq, nəkəsə ləğv etmək, qatələ öldürmək, qassa rəvayət etmək, qadda dişləmək, kətəbə yazmaq, kətəmə gizlətmək, kəffəən dəf etmək, vəədə vəd vermək. İndi isə təsirli feillərə aid Quran-ı Kərimdən nümunələr. Fəkəsəunəl qizamə ləhmə, sonra sümükləri ətlə neynədi? Örtdük. Müminin surası 14-cü ayə. Burada fəkəsəu, kəsə feili təsirli feildir. Burada faili tərkibindədir. Nə bitişən əvəzi faildir. Əl-qizamə vasitəsiz tamamlıqdır. Çünki kəsə feili təsir elədi buna. Oldu birinci vasitəsiz tamamlıq. Ləhmən ikinci vasitəsiz tamamlıqdır. Demək, kəsə feili iki qat təsirli feildir və iki tamamlıq tələb edən feildir. Vəğədəkumullahu məğanimə kəsirətən təxuzunəhə. Allah sizə əldə edəcəyiniz çoxlu qənimətlər vəd vermişdir. Fəth 20-ci ayə. Vəğədə xəbərdir. Kum burada vasitəsiz tamamlıqdır feil üçün. Allahu faildir. Məğanimə kəsirətən. Demək, burada məğanimə kəsirətən bizdə olacaq uzlaşan təyini söz birləşməsi. Məğanimə demək, məf'ulun biktir vasitəsiz tamamlıqdır. Kəsirətən burada niyə görə demək ki, qadın cinsində verilib? Çünki ərəb dilində cansız isimlərin cəmi demək ki, müənnəsdir. Ona görə də ona aid olan sifət, yəni burada neynəmişdir? Qadın cinsində verilmişdir. Təxuzunəhə, əldə edəcəyiniz. Təxuzu, əxəzə feilindəndir. Təxuzunə və hə isə burada nədir? Vasitəsiz tamamlıqdır, bitişən əvəzlikdir.